13 mart 2025-ci ildir və həftənin cümə axşamı günüdür. Sabahla bağlı əhaliyə bir xəbərdarlıq var. Sabah havanın temperaturu 26 dərəcə isti olacaq dəyərli izləyicilər. Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən TV Musavata verilən məlumata görə gecə və səhər bəzi yerlərdə zəif duman olacaq və mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 60-65% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə ara bir duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz isə 21-26 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti olacaq dəyərli izləyicilər.